Ramazan ayında, Allah ayında, Ramazan ayında, Allah ayında. Salam, əziz və dəyərli, çox hörmətli dostlar, çox hörmətli izləyicilər, hər birinizi səmimi qəlbdən salamlayırıq. İnşallah bu mübarək ayda, bu gözəl ayda, bu rəhmət yağışının bol olduğu ayda hər birinizə səmimi qəlbdən salamlayıram və hər birinizin oruclarının, ibadətlərinin ən ali dərəcədə qəbul olunmasını inşallah ki, dua edirik, dəyərli dostlar. Bildiyiniz kimi, bizim Ramazan, gündəlik Ramazan çıxışlarımız öz axarında davam edir. Bugün 11-ci gündəyik. Bugün 11-ci gündəyik və əsas mövzumuz qulluğun mahiyyətidir. Başlığımız qulluğun mahiyyəti, bugünkü alt başlığımız təkəbbür qulluğun əksi mövzusunda olacaqdır 11-ci gündə. Keçən çıxışlarımız, keçən 10 çıxış, 10 günü biz geridə qoyduq və bu 10 gündə həqiqətən də nə qədər, bunu çox adam mənə dedi, mən çox sevindim həqiqətən, nə qədər də az çıxış olsa belə, həqiqətən az amma öz olan çıxışlar oldu. Yəni, diqqətlə dinləyib hər bir şəxs yaxşı yönlü bir neçə nəticələr çıxaracaq doğrudan da. Bugün elə çox uzatmaq istəmirəm, vaxt azdır, dostlar da qeyd eləyirlər, ona görə istəyirəm ki, çox uzatmadan da keçək mövzumuza, dəyərli dostlar. Bilirsiniz ki, biz orucun mahiyyəti haqqında danışdıq, ümumiyyətlə keçən dünənləri biz oruc haqqında danışdıq, nəfs tərbiyəsi haqqında danışdıq. Ondan əvvəlki gün nəfsin mərhələləri, bu yönünü danışdıq. Bugün təkəbbür haqqında danışacaq 11-ci gündə. Belə başlamaq istəyirəm ki, insan, bura qədər biz nəticə aldıq, ona görə belə başlayıram. İnsan, belə deyək ki, İnsan qulluğun mahiyyətini dərk etdikcə anlayır ki, bəndəliyin ən böyük düşməni təkəbbürdür. Çünki qulluğun əsası təvazökarlıqdır və təkəbbür isə insanın özünü həddindən artıq böyük görməsi, hətta bəzən özünü həqiqətin ölçüsü kimi qəbul etməsidir. Yəni, təvazökarlıqla tamamilə zidd bir xüsusiyyətdir. Yəni, həqiqi qulluğun əksidir təkəbbürlük. Belə bir vəziyyətdə olan insan haqqı qəbul etməkdə çətinlik çəkir, həqiqətən də. Çünki təkəbbürlü insanın problemi bilməmək deyil, qəbul etməməkdir, qəbul edə bilməməkdir. O qədər o ego təkəbbür onu bölür ki, bilir amma qəbullana bilmir. O çox deyilər, qəbullana bilmirəm. Bilir, vəziyyət nədən gedir, bilir. İndi lori dildə danışırıq. Bilir, amma onu qəbul edə bilmir, qəbullana bilmir. Bax, problemin kökü də elə buradadır. Tarixdə bunun ən mühüm, belə deyək ki, tarixdə bunun ən açıq nümunəsini şeytanın hekayəsidir. Adəm dastanında, Adəm və Həvva dastanında biz bunu gördük. Nə mənada? Allah əmr etdi bütün mələklərə ki, Adəmə səcdə edin. Səcdə edin. Yəni, burada əsl itaəti ölçürdü əslində. Bütün mələklər səcdə etdi, biri xaric, bir varlıq xaric, şeytan səcdə etmədi. Şeytan dedi, ey Allahım, sənə 1000 rükət namaz qılım, səcdədən qalxır, amma onu mənə qılır. Dedi, saxla orada, 1000 rükətlik namazın mənə lazım deyil, o bir səcdən mənə lazımdır, dedi Allah. Şeytan boyun qaçırdı, şeytan bunu etmədi. O Allah'ı tanıyırdı, ibadət edirdi, lakin təkəbbür səbəbilə mən ondan üstünəm axı, mən niyə ona səcdə edim fikri ilə haqdan tamamilə uzaqlaşmış oldu və Allahın rəhmətindən kənarlaşdırıldı.
deməli, insanı azdıran bəzən cahillik deyil, özünü üstün görməsidir. Özünü üstün görməsi hissidir. Bu səbəbdən təkəbbür sadəcə bir əxlaq qüsuru deyil, insanın mənəvi yüksəlişinə mane olan ciddi bir maneədir doğrudan da. Yəni, bu həqiqətən də insanın inkişafına mane olur. Yəni, bir həddə gəlib çıxır ki, insan o həqiqəti görsə belə, onu qəbullana bilmir. Özü səhv ola bilsə, bilir səhvdir. Özü bilir səhvdir. Səhv olduğunu qəbullanmaq istəmir. Özünü o dərəcədə böyük. O dilləri özünü qaldırıb şkafın başına qoymuşsan. İndi o məsələ gəlir. Qəbullana bilmir. Bu problem buradadır. Problemin kökü buradadır. Amma bunun əksi olaraq təvazökarlıq, yəni qulluq isə insanı bu xəstəlikdən qoruyan bir məktəb kimidir və bu xəstəlikdən qurtulmaq üçün də biz qulluğun mahiyyətini dərk etməliyik mövzudumuza da uyğun olaraq. Oturub baxmalıyıq, izləməliyik, bilməliyik. Onun xəbəri yox idi. Şeytanın xəbəri yox idi ki, həqiqətən də ümumiyyətlə bilmirdi ki, insan, yəni belə deyək ki, insan səcdəyə getdikcə, belə deyək ki, səviyyəsi azalmır. Belə deyək ki, yerə düşmür, əksinə ucalır. O əyilmək, o başını yerə qoymaq səni, belə deyək ki, vəziyyətə gətirmir. Belə deyək də, ona biz belə deyək, belə ad qoyaq. Yəni, səni alçaltmır. Əksinə səni ucaldır. Buradakı mahiyyəti dərk etməkdir. O gizli tərəfi görmək lazımdır. Yəni, insan səcdəyə getdikdə əslində öz varlığının həqiqətini qəbul edir. O anlayır ki, bütün güc, bütün elm və bütün imkanlar ona müvəqqəti olaraq verilmiş nemətlərdir. Bu anlayış insanı həm Allaha yaxınlaşdırır, həm də insanlarla münasibətində daha ədalət və belə deyək ki, mərhəmətli edir. Ümumiyyətlə, təkəbbürlü insan inkişaf etdiyini düşünsə belə, yüksəldiyini zənn etsə belə, əslində daxilən o daralmış olur. Çünki belə bir şey var. Artıq o özünü çox böyük dərəcədə zənn etdikcə bu təkəbbür onu başqalarından ayırır, tənhalaşdırır və qəlbini sərtləşdirməyə başlayır. Halbuki təvazökarlıq insanın qəlbi, təvazökarlıq insanın qəlbini genişləndirir və təvazökar insanın da xüsusiyyətlərindən bir neçəsi budur ki, təvazökar insanın qəlbi geniş olur, öyrənməyə açıq olur, həqiqəti qəbul etməyə hazır olur. Bu çox mühümdür. Və dəyərli dostlar, bu səbəbdən qulluğun əsas şərtlərindən biri insanın özünü daim yoxlamasıdır. İçində də biz olmaqla. Allah uzaq eləsin, təkəbbürlü olmaq doğru deyil, dəyərli dostlar. Həqiqətən də doğru yolda atılmış addım deyil. Bu səbəbdən qulluğun mahiyyəti və qulluğun əsas şərtlərindən biri də, insanın daim özünü yoxlamasıdır. Öz daxili aləminə, özünə müraciət etməsidir. İnsan nə qədər şan şöhrət qazansa da, nə qədər elmini artırsa da, nə qədər, belə deyək ki, uğur əldə etsə də, öz daxili aləmində həmişə bir sualı verməlidir. Mən həqiqətən Allaha yaxınlaşıram, yoxsa özümü mü böyüdürəm? İnsanın hər addımında insan özünə bu bir problem yoxdur. Həqiqi ağıl hər günü, hər addımı inkişaf olmalıdır. Amma bu inkişafın da müqabilində insan öz daxili aləmində özünə bu sualı verməlidir ki, mən həqiqətənmi Allaha yaxınlaşıram, yoxsa özümü mü böyüdürəm, öz nəfsimi mi bəsləyirəm, egomu? Çünki həqiqi yüksəliş insanın başqalarından üstün olması deyil, nəfsindən üstün olmasıdır. Başqalarına belə göz ucu baxmaq, yox, elə olma. Başqalarına belə ki, yox, elə olmaq doğru deyil.
Yəni insanın həqiqi məqsədi belə deyək ki, yuxarıdan aşağı baxmaq deyildir insana. Bəlkə çünki o insanda elə bir xüsusiyyət ola bilər ki, səndən 1000 qat artıq bilir o şeyi. Yox da elə bir hikmətə, elə bir belə deyək ki, vergiyə istedada sahib ola bilər ki, onun 1000də biri səndə yoxdur. Bunları insan gərək düşünə və qulluğun yolu məhz bu üstünlüyü əldə etməkdən keçir. Bitirdim. Yormuram, sizi qutaram, tez bitirirəm. Yəni, belə deyək ki, qulluğun mahiyyətini insan dərk etdikcə və həqiqətən də öyrənməyə niyyətlidirsə, çünki bu çox elə belə ötəri baxmayın, bu həqiqi dərin belə ən insana lazım olan bəlkə də ilk beşliyin içində olan mövzulardan biri kimi hesab edə bilərik. Mən elə başa düşürəm bu mövzunu, qulluğun mahiyyətini. Yəni, insan qulluğun mahiyyətini dərk etdikcə, bu yolda addım atdıqca, öyrəndikcə artıq onun ən böyük düşməninin təkəbbür olduğunu anlayır və bu zaman təkəbbürlükdə maksimum şəkildə kənarlaşmış olur. Yəni, bu çox mühüm bir şeydir, dəyərli dostlar. Burada bitirirəm. İnşallah ki, hər şey sizə aydın olmuşdur. Sabah biz yenə görüşəcəyik. Allahın da köməkliyi ilə bizi izlədiyiniz, dinlədiyiniz üçün təşəkkür edirəm. Allah hər birinizi var eyləsin, qorusun inşallah. Bizi izlədiyiniz, dinlədiyiniz üçün təşəkkürümü bildirirəm. Yenidən görüşənə qədər sağ olun, var olun, özünüzə yaxşı baxın. Təşəkkürlər. Ramazan ayında, Allah ayında, Ramazan ayında, Allah ayında.